Mərd adam, gözəl sözdür bax bu. Deyirdi ki, mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə öz yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsun. Mərd adam. O qədər incililər var ya cəmiyyətdə. Ondan küsür, bu bundan küsür. Biz nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz, bilirsiniz. İnciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, ummayın səslə. Küsməyəsən. Yox, uman yerdən küsür. Umma da umma. Allah deyir umma. İntizarın məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən ki, orada bir gözlənti var, intizar var. Allahdan qeyrisindən intizar da şirkdir. Deyirlər ki, insan axı emosionaldır, təbii deyil. Emosional deyil, emosiyasını düz yönətsin. Düzgün istiqamətləndirsin. Gözləntidə olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belə elədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözlən, mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başla yıxılanları durğuzmağa təzdən, əlindən tutub qaldırır. Buna deyərlər, mərd adamdır bu. 1000 dəfə ayağa qaldır, bir dəfə yıxıl, heç kəs sənə yaxın düşməsin, heç kəs sənə incimə. Dur ayağa, Allah kömək eləsin, kimisə vəsilə eləsin, dursun sən ayağa, sonra davam elə yenə yıxılanların əlindən tutmağa. Valla budur, yol budur, həyat.